demirəm. Mənim mülkümsə mən başım əlimdən ala bilərsən. Xeyr. Onda belə deyək də. O mülk səndir. Burada da işıq dövlətindir. Aha. Su devlətindir. Aha. Amma orada nə qədər alətlər işlənib, texnika işlənib, nə bilim, nətər deyim, material işlənibsə bizimdir. Siz deyəndə siz nə ilə sübut edə bilərsiniz ki, o sizindir? Nətər sübut edirik? Cəmaatdır, yığdığımız pul, aldığımız sənət. İndi mən sizdən razıyam. Aha. Gedin indi sübutunuz varsa da, aldığınız sənətiniz də varsa da, hər şeyiniz var da, əlinizdədir də. İndi maşallah olsun. Yəqin ki, savadlısınız, yaşda da məndən böyük olarsınız. Əlinizdən də sənətiniz varsa da, gedin sənət şəklində müraciət edin. Əgər bu artizan sizindirsə də, bunun demək məqsədimi də açıqlayıram. O sizindirsə də, siz bu artizanı istifadə edərsiniz, özünüz də düzəldərsiniz, özünüz də civzi vəsaitindən, onda heç bu qonşuna sən pulundan sata da bilərsən, satmadan o sizin işinizdir. O amma devlətdə bugünkü gündə xanım, əgər torpağın altından bugünkü gündə hansısa bir filiz çıxırsa da, bugünkü gündə o su devlətin suyudur. Devlətin suyu. Bəli. İndi deyəm. Siz onu Yox, mən suyu dövlətin deyirəm. Mən demədim ki, dövlətin suyu deyil. İndi bir dənə qardaş, yaxşı dediniz. İndi qoy mən sizə bir söz deyim. Bax, su dövlətinsə yeraltı sular, bu dəqiqə lev artizanlar var. Heç bir yerdə lev artizanlar varsa, gəlin bir yerdə gedəyik. Yox, şəxsi artizanlar var. Şəxsi artizanlar kimdə pulunu ödəyir? Şəxsi artizan işığa pul ödəyir. Bəs suyun pulunu kim ödəyir? Onu 15 kilovatına verir. Bəli. Sadə 6 manat olmaq sərf eləmirik. Qardaş, suyun pulu orada yoxdur. Ancaq işığın pulu var. Yox, var. Harada var? Cənab prezidentimizin fərmanı var ki, yəqin ki, bilərsiniz də, indi yəqin yenə deyirəm, siz məndən böyük olarsınız, savadsızsınız. Yəni o şey var ki, su sərfiyyətini belə deyim də, sizə tər başa salım. İçkiyə vermək olmaz. Bax, burada amma bu artizanın qabağında içki deyilən bir şey yoxdur. Niyə? Çünki orada maddiyyətlər bizim içki məsələmiz var. Bu axar sularda var içkilərimiz, düzdürmü? Burada sayğaç deyilən bir şey var. Knopkanı vurdun mu, avtomatik sayğaç yazır. Sənin su içkin var burada, qardaşım. Əlbəttə ki, var. Nə itkisidir? Mənim su itkim var. Bugünkü gündə görsən, sən deyirsən ki, 24 kilovat yazır mənim suyum. Mən də deyirəm ki, mən adi şey demirəm də. Məhlə hesabından hesab edirəm, kilovata vururam. Gəlirəm dəqiqə ilə yoxlayıram ki, burada gəlir bir belə kilovat edir. Sən deyirsən 15 kilovat. Mən səhv deyirəm, xanım. İşin dərəsi yazır, qardaşım. Yəni, siz öz dediyinizi eləməyin də, deməyin. Bax, burada əlimizdə sənət var, düzdür? Mən sizə deyirəm ki, bizim bir saat suyumuz 63 ton edir, düzdür? Yaxşı, sən kilovatda bizi... Bu 65'in 110'adır. 63 ton su verir, 65'dir, 63 ton su verir. Siz indi hardan bilirsiniz ki, onun içindəki motor, o motoru belə deyim də, bu devlət istehsal eləyir. O xarici devlətlərdən gəlir də. Bu yəqin ki bilərsiniz. Yaxşı, bu da 63 ilə gəlmir də. Onun 65'in 110'a kilovatla gəlir. 32 kilovatla gəlir. 10 65'in 110'luqdur. Bu da gələndə suyun qiymətini vuranda gəlir bu. Amma sən deyirsən ki, məndə yox, imenlə 63'lükdür, kilovatım da 45'likdir. Aha, bəli. İndi sən də sübut eləyənmisən, mən də sağ sübut eləyənmirəm. İndi ən yaxşı variantda, yaxşı siz öz işiniz deyirsiniz, işin idarəsi də bizim, məsəl üçün mən bu faktlarla əsaslandıram ki, biz deyirik. Yaxşı, bizlə əsaslanmısınızsa, bizlə razılaşmısınızsa, gəlin bir sutka o artizanı vuraq, qardaşım, bir sutka 24 saat mı eləyir? 24 saatda aldığımız kilovatı sizin 32'yə bölək, ya da bizim 45'ə bölək. Təmiz söhbət. Əgər 24 saatla bizim 45 ilə böləndə 24 saat alınırsa, deməli biz düzük. Yox, sizin 32 ilə, məsələn 24 saat alınırsa, siz düzsünüz. Yox, 32 ilə 33 saat 45 dəqiqə alınırsa, bizim də bir günümüz 33 saat 45 günü, bax, birinci günü Biz de sen dediğini deyirik. Ne deyirik? Senin burada ne problemindir? Problemi mən sizə dedim. Sən də problemini indi ged idarəyə, denən ki, Mən demişəm. sən get Problemlərini demişəm.